Salam, hər vaxtınız xeyir. Deməli, bugün də mən sizə 7-ci sinifin növbəti tapşırıqlarını izah eləyəcəm. Dərs izahını vermişdim, indi isə tapşırıq izahına gəlin baxaq. Deməli, səhifə 24-də öyrəndiklərinizi yoxlayınla başlayaq. Deyir ki, verilmiş sözlərdən istifadə edərək cümlələri tamamlayın. Hüceyrənin daxili möhtəviyyatını hərməşik maddə olan sitoplazma təşkil edir. Onun daxilində deməli, nüvə və çoxsaylı orqanellər yerləşir. Hüceyrənin irsi məlumat daşıyan hissəciklər, deməli, hüceyrənin nüvəsində irsi məlumat daşıyan hissəciklər, xromosomlar olur. Hüceyrəni xaricdən örtərək onu ətraf mühitin, deməli, hüceyrəni xaricdən örtərək onu ətraf mühitin təsirindən qoruyan isə qılafdır. Bir saniyə, bunları qeyd edeyim mən. Deməli, birinci hissəyinə qoy. Hüceyrənin daxili möhtəviyyatını nə təşkil edir? Sitoplazma təşkil edir. Onun daxilində çoxsaylı nə yerləşdi? Onun daxilində nüvə yerləşdi. Bunları belə adlandıraq. 3, 4. Deməli, ikincisi bura gələcək. Nüvə, deməli, birincisi bura gələcək və çoxlu orqanellər yerləşir. Dördüncü bura gələcək. Hüceyrənin nüvəsində irsi məlumat daşıyan hissəciklər, xromosomlar olur. Deməli, nüvəsində bir bura. Hüceyrəni xaricdən örtəndə qılafdır. 3 də bu hissəyə yerləşəcək. Bitki və heyvan hüceyrələrində qılafın xarici hissəsi bir-birindən necə fərqlənir? Biz dedik ki, bitki hüceyrəsində hüceyrə möhkəm hüceyrə divarı, yəni ki, qılaf möhkəm hüceyrə divarından ibarətdir. Bitkilərdə hüceyrə divarı möhkəmdir. Yəni ki, hüceyrə divarından təşkil olunur ümumiyyətcə hüceyrə. Heyvan hüceyrəsində isə qılaf nazikdir, yəni qalın deyildir. Bitkidə daha möhkəmdir, heyvanda isə daha yumşaqdır. Cümlələrdəki yanlışlıqları taparaq onları düzgün ifadələrlə əvəz edin. Aha, gəlin baxaq. Deyir ki, sitoplazma hüceyrənin möhtəviyyatını təşkil edən bərk maddədir. Xeyr, sitoplazma bərk maddə deyildir, həlməşik maddədir. Burada səhv olan budur, həlməşik maddə olmalıydı. Hüceyrə divarı özündə hüceyrənin irsi məlumatlarını saxlayır. Xeyr, hüceyrənin irsi məlumatını saxlayan nüvədir. Nüvədə yerləşən xromosomlardır. Yəni, irsi məlumatını hüceyrə divarı saxlamır, nüvə saxlayır. Burada bu yanlışdır. Nüvə hüceyrənin daxili möhtəviyyatını təşkil edir. Xeyr, nüvə təşkil eləmir. Daxili möhtəviyyatını sitoplazma təşkil edir. Davam edək. Aha. Deməli, öyrəndiklərinizi yoxlayın. Səhifə 27. Şəkildə təsvir olunan bitki hissələrinin hüceyrəvi quruluşu göstərilib. Mikroskop altında müşahidə olunan hüceyrələr arasında oxşar və fərqli nədir? Sizin fikrinizcə bununla elə əlaqədar olar. Deməli, mikroskop altında şəkil birinci şəkildə pomidorun lətini görürsünüz mikroskop altında. İkincidə isə elodiya yarpağını görürsünüz. Baxın, birinci fərq nədən ibarətdir? Fikir versəz, burada nüvəyə fikir verin əvvəlcə. Bax, burada bir dənə nüvə var, elə deyil. Amma mikroskop altında elodiya yarpağının hər bir hüceyrəsinin isə öz nüvəsi var. Yəni, bu da onların yerinə yetirdikləri funksiya ilə əlaqədardır. Hər birinin öz ayrıca nüvəsi var. Bir də xloroplastlara baxırsınız. Pomidorun mikroskop altında lətli hissəsi fotosintez etmir. Yəni, fotosintez qabiliyyətinə malik deyil. Ona görə, bax, görürsünüz, burada yaşıl rəng yoxdur. Yəni, xloroplastlar yoxdur. Amma mikroskop altında elodiya yarpağına, bax, bu yaşılları görürsünüzmü? Bunlar əslində xloroplastlardır. Çünki mikroskop altında ümumiyyətcə elodiya yarpağı fotosintez etmək qabiliyyətinə malikdir. Oxşar cəhətləri də görürsünüz ki, burada vakuollara malik olmasıdır, nüvəyə malik olması. Baxın, bunlar vakuollardır. Vakuollara malik olması, nüvəyə malik olması da oxşar cəhətləridir. Quraqlıq zamanı su çatışmır. Bitkinin yarpaq və gövdələri quruyur. Bu niyə baş verir? Çünki quraqlıq zamanı su çatışmayanda kök suyu uda bilmir. Yəni ki, kök tükçükləri, əmci tellər suyu uda bilmir. Bu zaman hüceyrə turqoru zəifləyir. Yəni, hüceyrə artıq suyu itirdiyinə görə hüceyrə turqoru zəifləyir. Turqor özü təzyiq deməkdir. Buna görə də yarpaq və gövdələr quruyur. Yəni, su çatışmamazlığından. Yəni, kökün suyu uda bilməməsindən. Nə üçün əriyin yetişməmiş meyvəsi sərt və turş, ancaq yetişəndə isə yumşaq və şirin olur. Baxın. Əriyin yetişməmiş meyvəsinin sərt olması və yaxud da ki, sonradan yetişəndən sonra yumşaq olması ondan asılıdır ki, hüceyrə divarından asılıdır. Yetişməmişdə hüceyrə divarı sərt olur, daha çox qalın olur. Yəni, hüceyrə divarının möhkəmliyi ilə bağlıdır. Amma yetişəndən sonra isə hüceyrə divarı daha nazikləşir, ona görə də daha yumşaq bir formada olur. Yəni ki, hüceyrə divarından asılıdır. Qısa konkret, hüceyrə divarının sərt və yaxud da ki, yumşaq olmasından asılı olaraq meyvə özü də fərqlənir. Turş olması və yaxud da ki, şirin olması da onun vakuollarında toplanan hüceyrə şirəsində olan maddələrlə əlaqəlidir ki, əsasən əgər turşu toplanırsa turş olacaq, əgər şirin olursa da hüceyrə şirəsində glikoza toplanacaqdır. Yəni, bundan asılıdır. Davam edək.
Deməli, burada öyrəndiklərinizi tətbiq edin. Üzərində də yazmışdım. Yəni keçən dəfə dərs izahı verəndə yazmışdım. Bunu izah eləmişdim. Həmin videoya baxsaz, yəni izahını da orada görərsiniz. Öyrəndiklərinizi yoxlayına baxaq. Qrafiki nəzərdən keçirin, suallara cavab verin. Bakteriyaların çoxalması nədən asılıdır? Hansı şəraitdə çoxalma sürəti daha çox yüksəkdir? Tamam. İndi gəlin bu qrafikə baxaq. Qrafikin bu hissəsi mikroorqanizmlərin sayını, bu hissəsi isə nəyi göstərir? Saatı göstərir. İndi birinci suala baxaq. Deyir ki, bakteriyaların çoxalması nədən asılıdır? Fikir versəz, burada temperatur artanda, yəni ki, temperatur daha çoxdursa, məsələn 30 dərəcə Selsi temperaturunda 8-12 saat aralığında bakteriyaların sayı artıb. Sonra 30-dan biraz az, yəni 25 dərəcədə isə 12-16 saat ərzində bakteriya sayı artıbdır. Yəni 30 dərəcə Selsidə daha çox artır. Yəni daha az saat ərzində daha çoxalırlar. Yəni ümid edirəm, yəni nə demək istədiyimi başa düşürsünüz. Yəni ki, 8 ilə 12 saat daha azdır da, elə deyil. Yəni 12-16 saatdansa 8 saatla 12 saatin arası daha azdır, elə deyil. Və 30 dərəcə temperaturunda deməli daha qısa müddətdə daha çox olublar. Deməli nədən asılıdır? Temperaturdan asılıdır. Temperatur nisbətən çox olanda bakteriyaların çoxalması, yəni şərait əlverişli olduğuna görə bakteriyaların çoxalması da baş verir. Yəni daha yaxşı baş verir. İkinci sual. Hansı şəraitdə çoxalma sürəti çox yüksəkdir? Hansı şəraitdə baxın, çoxalma sürəti çox yüksəkdir. Gördüyünüz kimi burada 30 dərəcə temperaturunda çoxalma sürəti daha yüksəkdir. Çünki 8-12 saat ərzində, yəni ki, qısa müddət ərzində daha çox çoxalıbdır. Yəni 30 dərəcə temperaturunda daha çox çoxalıblar. Bu şəkildə yazırsınız bunu da. Davam edək. Aha. Buna baxmışdıq. Tamam. Burada öyrəndiklərinizi tətbiq edin də. Mən sizə dərsdə izah eləmişdim. Öyrəndiklərinizi yoxlayına baxaq. Deməli, deyir ki, burada ixtisaslaşmış hüceyrələrin hansı xüsusiyyətləri onlara öz funksiyalarını yerinə yetirməyə imkan verir. Deməli, burada ixtisaslaşmış hüceyrələrimiz göstərilib. Neyron, eritrosit, yumurta hüceyrə, spermatozoid. Neyronun funksiyası sinir impulslarını, yəni ki, qəbul etmək və onu ötürməkdir. Yəni, neyron sinir hüceyrəsidir. Bunu ona belə deyək də, bu imkanı ona yaradan xüsusiyyət isə neyronun çıxıntılarıdır. Yəni neyronun dendritləridir, aksonlarıdır. Sinir impulslarının ötürülməsində kömək edir ona. Sonra eritrosit. Eritrositin funksiyası nə idi? Özünə oksigen birləşdirir, onu toxuma və orqanlara çatdırır. Yəni eritrosit qırmızı qan hüceyrəsidir. Xüsusiyyətləri isə hər iki tərəfdən basıq disk şəkilli formada olması eritrositin bu funksiyanı yerinə yetirməsində ona yardımcı olur. Yumurta hüceyrənin funksiyası çoxalma prosesində iştirak etməkdir. Xüsusiyyəti dedikdə yumurta hüceyrə spermatozoiddən nisbətən daha böyük olur, ehtiyat qida maddəsinə malik olur, bölünmə qabiliyyətinə malikdir. Spermatozoid. Spermatozoidin də funksiyası çoxalma funksiyasıdır. Yəni ki, çoxalmanı yerinə yetirir. Sadəcə olaraq yumurta hüceyrə dişilərə, spermatozoid isə erkəklərə xas olan bir şeydir. Və spermatozoid hərəkət etmək qabiliyyətinə malikdir. Bu xüsusiyyəti də ona verən onun qamçısının olmasıdır. Belə, bu şəkildə. Sonra davam edək. İndi ümumiləşdirici tapşırıqlara baxaq. Deyir ki, şəkildə rəqəmlərlə işarələnmiş hüceyrə hissələrinin adlarını və yerinə yetirdikləri funksiyaları dəftərinizdə qeyd edin. Bakteriya və bitki hüceyrəsində irsi məlumatın daşıyıcısı xromosom harada yerləşir? Baxın, birincisi bakteriyadır, ikincisi isə bitkidir. Bu bakteriyadır, bu da bitkidir. İndi baxaq, irsi məlumatın daşıyıcısı xromosom harada yerləşir? Biz dedik ki, bakteriya nə idi? Prokaryot idi. Bakteriyanın nüvəsi yoxdur. Normalda nüvəsi olanlarda xromosomlar nüvənin içində yerləşir. Bəs nüvəsi olmayanlarda harada yerləşir? Nüvəsi olmayan, yəni məsəl üçün bakteriyada sərbəst şəkildə, bax bu xromosomdur, bu dolaşıq ipə oxşayan. Bu xromosomdur. Sərbəst halda sitoplazmada yerləşir. Amma bitkidə isə bax bu nüvədir, bunun içində yerləşir. Nüvəsi olduğuna görə xromosom onun içərisində yerləşəcək. Bu şəkildə. Başqa nəyisə soruşurdum. Aha. İkinci, cədvəli tamamlayın. Obyektin adı verilibdir, xloroplast və yumurta hüceyrə. Ölçüsü. Aha. Bizim belə bir düsturumuz var idi. Dərsdə verilmişdi. Faktiki ölçünü tapanda şəkil ölçüsünü böyütmə dərəcəsinə bölürdük. Burada bizə faktiki ölçü verilib və böyütmə dərəcəsini verilibdir bizə. Faktiki ölçü 8 mikrometr, böyütmə dərəcəsi isə 100-ə bərabərdir. Biz burada nəyi tapmalıyıq? Şəkil ölçüsünü tapmalıyıq. Şəkil ölçüsünü tapanda faktiki ölçünü biz böyütmə dərəcəsinə vuracağıq. Faktiki ölçümüz nəyə bərabərdir? 8-ə bərabərdir. 8-i vuracaqsınız 100-ə, böyütmə dərəcə. Bu da eləyəcəkdir 800 mikrometr. 800 mikrometrdə santimetrə çevirsiniz 0,08 santimetrə bərabər olacaqdır. Çünki 1 santimetrimiz
10.000 mikrometrə bərabərdir. Bunu da yadınızda saxlayın. İndi ikinci hissəni tapaq. İkinci hissədə isə bizə şəkil ölçüsünü veribdir. Faktiki ölçünü tapmalıyıq və böyütmə dərəcəsini veribdir. Gəlin indi burada biz faktiki ölçünü tapaq. Burada qeyd elədim. Faktiki ölçünü tapanda nə edirik? Şəkil ölçüsünü böyütmə dərəcəsinə bölürük. Deməli, şəkil ölçümüz nəyə bərabərdir? 1 santimetrə bərabərdir. 1 santimetrimiz neçə mikrometr idi? Mikrometrə çevirməlisiniz. 10.000 mikrometr. Deməli 10.000-i nəyə bölməlisiniz? Böyütmə dərəcəsinə. 5.000-ə bölürsüz. 5.000. Aha. Deməli 5.000-ə böləndə eləyəcəkdir 2. Deməli faktiki ölçümüz 2 mikrometrə bərabər imiş. Davam edək. Süd turşusu bakteriyaların çoxalmasını əks etdirən qrafiki nəzərdən keçirin. Aha. Deyir ki, məhlul 24 dərəcə Selsiyə qədər qızdırılarsa, nümunədəki bakteriyaların artım faizini müəyyənləşdirin. Baxın, burada fikir verin. Məhlul nə qədər? Temperatur budur. 24 dərəcə Selsiyə qədər qızdırılıb. Baxın, 24 dərəcə əvvəlcə buradaydı, əvvəlcə məhlulumuz belə idi. Sonra 24 dərəcəyə qədər qızdırıldı. Bax, bu aralıq 10-dur, onu göstərir. 10-dan neçəyə qalxdı? 24. 24 nəyə uyğundur? 40-a. Yəni 10-dan 40-a qalxdı. Bu o deməkdir ki, 300% artım olubdur. Yəni 40-dan çıxırsınız 10-u, eləyir 30. 30-u da faizə çevirirsiniz. Neyinirsiniz? 30'u bölürsüz 10'a, vurursunuz 100'ə. Bu da eləyəcəkdir 300. Deməli 300% nə olub burada? Artım olub. Bakteriyaların çoxalması üçün hansı temperaturun əlverişli olduğunu müəyyən edin. Deməli, bakteriyaların çoxalması üçün hansı temperaturun baxın, burada nə edirsiniz? Əgər ki, harda daha çoxdursa, yəni ən yüksək haradırsa, yəni sayda çoxdur, baxın fikir verin 36 dərəcə. Burada 36 dərəcədə 34'ü götürdüm, üzrlü sayın. Deməli, burada 36 dərəcədə ən yüksəkdir. Fikir verin, bakteriyaların sayı 100 olub, amma digərlərində aşağı olubdur. Məsəl üçün, burada 30 dərəcədə 80 olubdur, 26 dərəcədə 60, yəni 60-dan biraz az. Yəni, ən yüksək temperaturda çoxalması da ən çox olubdur. Bu, bayaqki tapşırığa bənzir elə. Davam edək. Şəkildə 4 hüceyrə təsvir olunub. Şəkildə 2 bitki hüceyrəsini göstərin. Aha. Deməli, A, B, C, D şəkillərinə baxırıq. Bunlardan hansı bitki hüceyrəsidir? Bax, A bitki hüceyrəsidir. Bu kök tükçüklərdir, yəni ki, əmici tellərdir, bitkiyə aiddir. B spermatozoiddir, bitki hüceyrəsi deyil, insan hüceyrəsidir. C eritrositdir, bitki hüceyrəsi deyil, insan hüceyrəsidir, yəni eritrosit qan hüceyrəsidir. D bitki hüceyrəsidir. A kökdə olan bitki hüceyrəsidir. D isə yarpaqda olan bitki hüceyrəsidir, yəni ki, yarpağın hüceyrəsidir. Sonra, deməli, şəkildə 2 bitki hüceyrəsi hansı oldu? Biri A oldu, biri də D oldu. Bu bitki hüceyrələrindən hansının tərkibində xloroplast ola bilər? Fikrinizi əsaslandırın. Xloroplast olacaqdır D-də. Niyə? Çünki yarpaq hansı rəngdə olur? Yaşıl rəngdə olur. Əgər orada yaşıl rəng varsa, deməli, burada xloroplast var ki, orada yaşıl rəng var. Bu yaşıl rəngdə ola bilməz. Çünki onun kökdə olan bir hüceyrənin yaşıl rəngi ehtiyacı yoxdur. Çünki kök onsuz da torpağın altında qalır. Fotosintez edə bilməz. Yaşıl rəngdə olmur. Yəni torpağın altında qalan, işıq düşməyən bir yer necə yaşıl rəng olsun ki? Burası sizə bir şey deyəcəm. Bax, bu şəkil kitabın özündə var. Bir saniyə gözləyin. Bax, bu şəkildə, həmin bu hüceyrədir bu. Bu yaşıl rəng sizi çaşdırmasın ha. Bu sadəcə olaraq ayırt edə biləsiniz deyə adi bir rəng olaraq yaşıl rəngdə veriblər. Yəni sizi çaşdırmasın. O əslində sitoplazmadır, xloroplast falan deyil. Yəni deyirsiniz ki, burada axı yaşıl rəngi göstərib. O xloroplast deyir, sadəcə sitoplazma rəngini özünə elə göstərib. Yəni bunu qarışdırmayın. Deməli, hansının tərkibində xloroplast oldu? D-nin tərkibində xloroplast olacaqdır. Çünki o yarpaqdır. Yarpağın da işığa ehtiyacı var. Xloroplastın funksiyası ilə bitkinin qidalanması arasında nə kimi əlaqə var? Xloroplast varsa, əgər o xlorofil pigmentinə malikdir, fotosintez edəcəkdir və avtotrof yolla, yəni ki, özü üzvü maddə hazırlayacaqdır, avtotrof yolla qidalanacaqdır. Digər bitki hüceyrəsində orqanizmin hansı hissəsində rast gəlmək olar? Yəni, digər bitki hüceyrəsi dedikdə söhbət A-dan gedir. Çünki bununla işimiz qutardı. Söhbət A-dan gedir. Orqanizmin hansı hissəsində rast gəlmək olar? Kök olan hissəsində rast gəlmək olar. Kökün sorucu zonasında. Çünki əmici tellər kökün sorucu zonasında yerləşir. Cavan bitkidə cavan kök olmalıdır, cavan zona olmalıdır. Deməli, kökdə rast gəlinir. Kökün sorucu zonasında hansı şəkildə qan hüceyrəsi göstərilib, onun funksiyası nədən ibarətdir? C şəklində qan hüceyrəsi olan eritrosit göstərilib, onun funksiyası özünə oksigen birləşdirərək onu toxuma və orqanlara çatdırmaqdır. Hansı hüceyrə fəal hərəkət edə bilər? B variantı, yəni ki, spermatozoid. Niyə? Çünki qamçısı var, qamçı vasitəsilə fəal hərəkət edə bilər. Heyvan və bakteriya hüceyrələrini müqayisə edin. Tamam. Deməli, mitoxondri. Mitoxondri heyvan hüceyrəsində var, bakteriya hüceyrəsində yoxdur. Mən sizə dərsdə deyəndə ki, mitoxondri iki membranlıdır,
kloroplast 2 membranlıdır və s. və ilaxır. Yəni mən sizə orada belə deyim, membran sayını deyirdim ha. Bax o burada sizdə lazım olacaq. Niyə? Yadınızda saxlayın, bir yerə qeyd edin. Membranlı orqanoidlər, membrana malik orqanoidlər bakteriya hüceyrəsində olmur. Hansının ki fərq eləmir. İstəyir bir dənə membranlı olsun, istəyir 2 dənə membranlı olsun. Membranlı orqanoidlər bakteriya hüceyrəsində olmur. Mitoxondri membranlıdır. Özdə 2 membranlıdır. Deməli bakteriyada yox, heyvanda olacaq. Hüceyrə divarı. Hüceyrə divarı biz dedik ki, heyvanda hüceyrə divarı yoxdur. Ancaq hüceyrə divarı bakteriyada, göbələkdə, bitkidə var. Bu buna aid olacaq. Plazmatik membran hər ikisində bütün canlı orqanizmlər plazmatik membrana malikdir. Nüvə, bakteriyada nüvə yoxdur. Nüvə heyvan hüceyrəsindədir. Ribosom. Ribosom hər ikisində var. Bütün canlı orqanizmlərdə ribosom vardır. Nazik xarici qlaf isə heyvan hüceyrəsində nazik xarici qlaf mövcuddur. Sonra davam edək. Deməli, hansı şəkildə neyronların məlumatı ötürmə prinsipi düzgün göstərilmişdir? Fikrinizi əsaslandırın. Mən əslində bunu dərsdə sizə belə izah etməni düşündüm ki, yəni 8-ci sinifdə əslində onu izah eləmək daha yaxşı olar. Amma burada tapşırıq kimi düşdüyünə görə indi mən sizə bir şey izah eləyəcəm. Yadınızda saxlayın. Tutaq ki, bu məsələ üzərində izah eləyim. Bu birinci neyrondur, bu da ikinci neyrondur. Sinir impulslarının ötürülməsi bir neyron, hələ ki buna baxmayaq, işimiz bundan olsun. Sinir impulsu bilirsiniz necə ötürülür? Əvvəlcə bu balaca hissələrdə olur. Sonra gəlir ortaya, yəni loru dildə başa salım. Sonra da gəlir bura, uzununa. Yəni əvvəl dendrit, sonra cisim, sonra da akson. Bu formada gedir. Təsəvvür eləyin ki, nəsə elektrik göndərmişsiniz. Elektrik birinci buradan keçir, sonra ortaya gəlir, sonra da buradan bu tərəfə keçir. Yəni belə deyim. Tutaq ki, neyron hüceyrəsini bunu qolunuz kimi təsvir eləyin. Barmaqlar dendrit olsun, yəni qısalar barmaqlarınız olsun. Ovcunuzun içi neyronun cismi olsun, yəni bu hissəsi olsun. Bütöv qolunuz isə bu uzun hissə olsun. Birinci barmaqlarınızdan gələcək, sonra ortaya gələcək sinir impulsu, sonra da hara gələcək? Uzununa gələcək. Yəni neyronun öz daxilində belə ötürülür. Bəs yaxşı, bu sinir impulsu, əgər ki bundan buna keçmək istəyirsə, yəni birindən başqasına keçmək istəyirsə, bu zaman nə edəcək? Bu zaman bu şəkildə olur. Birinin dendriti, bu daha doğrusu aksondur. Birinin aksonu digərinin dendriti ilə əlaqəli olur. Yəni elə bir ki, bunun uzun hissəsi ilə bunun qısa hissəsi əlaqəli olmalıdır. Bunun uzun hissəsi və bunun uzun hissəsi heç vaxt bir-biri ilə əlaqəli ola bilməz. Birinin uzunu digərinin qısa hissəsi ilə əlaqəli olmalıdır. Yəni birindən digərinə də bu formada ötürülür. Sonra yenə eyni şəkildə dendrit, cisim, akson. İndi baxaq oxların istiqamətinə. Burada belə düz göstərilibdir, amma burada niyə səhvdir? Çünki oxlara fikir verin, belə göstərilib. Oxlar bu tərəfə gedir. Yəni bu səhvdir ona görə ki, oxlar bu istiqamətdə yox, əslində bu şəkildə olmalı idi. Əslində belə göstərsəydi düzgün olardı. Çünki belə göstərəndə güya birinci aksona gəlir, sonra cismə gəlir, sonra qısasına gəlir. Elə deyil axı, birinci mütləq qısadan başlamalısan. Oxun istiqamətinə görə yanlışdır. B variantı da A yanlış oldu, B də yanlışdır. Niyə yanlış? Çünki bunun qısa hissəsi və bunun qısa hissəsi heç vaxt belə üz-üzə dura bilməz, yanaşı dura bilməz. Çünki qısa hissələr bir-birinə ötürə bilmir. Yəni biri uzun, biri qısa olmalıdır ki, ötürə bilsin. Sonra B də yanlışdır. C variantı da yanlışdır. Niyə yanlışdır? Çünki oxun istiqamətinə baxın. Düzdür, burada birinci dendritdir, sonra cisim, sonra akson. Belə gəldi. Amma belə gələndən sonra burada düzdür. Bəli, bu düzdür. Artıq C variantı olacaq elə variantımız. Çünki baxın, fikir verin. Dendritdir, cisimdir, aksondur. Sonra yenə dendrit. Bax, bunun uzun hissəsi bunun qısa hissəsi ilə baş-başa gəldi. O zaman doğrudur. Və bir də oxların istiqamətinə də mütləq fikir verin. Çünki nə olsun ki, burada da baş-başa gəlmişdi, amma oxların istiqamətinə görə səhv götürdük. Amma C variantı doğrudur. D variantı səhvdir. Niyə? Çünki bunun uzun hissəsi və bunun uzun hissəsi də nə qısa hissələr baş-başa gələ bilməz, nə uzun hissələr baş-başa gələ bilməz. Birinin qısası digərinin uzunu ilə yanaşı gələrsə, o zaman doğru olacaqdır. Belə uşaqlar, tapşırıqlarımız da səhvləmirəmsə, bəli, bu qədər idi. Nəsə başa düşmədisə mütləq şəkildə qeyd edin, mən onu sizə izah eləyəcəm. Sağ olun.